dərsim qarşı götürməlidir. Ondan sonra bu mərkəzin ki, sən o xətarını fırlanan çevrəni dizayn edəcəm. Yəni buralara qoyaram, ona baxa bilərsiniz. Yəni ikisi də bir-birinə əlaqəli mövzulardır. Sadəcə bunu bilmək istədim ki, kimin nə boşluğu varsa, yəni eləsi var ki, qarşılığını bilir, məsələn, mərkəzi bilmir, mərkəzin ikisi o xətarını fırlanan çevrənin hərəkətini bilmir. Yəni direkt keçsin ona baxa bilsin deyə belə bir dənə yol əlatdım. Ki, bacarım qədər mövzuları qısaltmağa cəhd edəcəm. Qısa daha yaxşı anlaşılır. Qarşı götürmə nə təklif edir? Birinci onu deyil. Ondan sonra qarşı mən nə olduğunu deyəcəm. Və bundan sonra da çevre üzərində bərabər hərəkət keçdiyimiz fiziki kəmiyyətlərin qarşı götürmədə özünün ətrafı apardan baxacaq. Yəni artırmı, azalırmı, yəni bu çevrələr arasında fərqli keçdikdə. Qarşı götürmə məsələn 2 dənə çevrədirlər. Velosipedin məsələn pedalıdır. Elə nəzərə alıb bilərsiniz. Bu da 2 dənə zinciridir. Yəni tamamən budur. Amma bunun da biraz daha yaxşı bir deyələrsin, nümunə edirsiniz mənə. Deyərəm ki, evdə kənddə gördüyümüz nə? Traktorlar. Traktorların deyirlərsin nəyi? Traktorların təkəri. Traktorun təkəri gördüyünüz kimi qarşı götürməlidir. Yəni, onu da bilmən üstüsün. Traktorların təkərləri qarşı götürməlidir. Bunun traktor dinlərimizin bizə gözəl bir yanı olacaq ki, traktorlara görə siz qarşı götürmədə sürətin sabit olduğunu görə biləsiniz. Yəni, sürət nə deməkdir? Birinci olan nöqtəliyə görə nəyə araşdırır? Bu bizim olsun birinci nöqtəmiz. Bu da olsun ikinci nöqtəmiz. Yəni, bunu birin K hərfindən adlandırırım. Çünki kiçik çevrədir bu. Birin B hərfindən adlandırırsam, böyük çevrədir. Bunu həmişə 1-2 və ya AB yazırlar. Amma belə yazılır ki, dilimizlə tutsunlar, onun üçün. Birinci radiuslarında yaza bilərik ki, bu 2 radiusdur, balaca radiusdur. Bunu bildirə bilərik. Və burada da bildirərəm ki, nədir? E böyükdür 1. Bunu zaten birinci bir şeydir. Bunu bildirirəm. Ondan sonra keçək, birinci mən deyim ki, kiçiyin sürətini, yəni buradakı sürətini, burada bilirsiniz ki, bir sürət vardır, V sürəti. Buradakı sürət, V sürəti, eynidir. V kiçik bərabərdir V böyük. Gəl biləsiniz, nə tal olacaq bu? Birinci olaraq ki, baxaq ki, əgər sürətdə fərqli olsaydı, yəni bunun sürəti az olsaydı, V olsaydı, bunun sürəti çox olsaydı, V olsaydı, yəni bu təkərin sürəti, onda çox qəribə hadisə baş verə bilər ki, balaca təkər, yekə təkəri qoyub ötüb gedərdi, yəni traktor paramparça olardı. Amma gerçəkdən traktorlar paramparça olur. Və yaxud velosipedin təkərləri, əgər bunun sürəti bundan daha çox olsaydı, parçalanıb gedərdi velosipedi, 2 yerə bölünərdi. Çünki biri olursa daha sürətlə hərəkət edərdi. Belə hərəkət eləmədiyinə görə, mən konkret olaraq deyə bilərəm ki, VK bərabərdir VB. Yəni, kiçik sürət bərabərdir böyük sürət. Eyni zamanda sürət bərabərdirsə, yollar da bərabər olmalıdır. Yəni, el kiçik bərabərdir el böyük. Həqiqətən də məntiqlidir. Çünki traktor məsələn 100 metr getdi. Onda bu da 100 metr getmiş olur, bu da 100 metr getmiş olur. Əgər fərqli olsa, biri 100, biri 150 metr getmiş olsa, onda cəfəngət olar. Çünki onun bir tərəfi 100 metrdir deyənlər, bir tərəfi 150 metr gedir baxır. O da gedir digər tərəfi deyənlər və traktor tam olaraq 50 metr uzanmış olmalıdır. Hə, traktor tam olaraq 50 metr uzanmış olmalıdır. Yəni, gerçəkdə belə olmur. Yəni, traktor 45 metrdir. Onun üçün də bu iki dənə bərabərlik yazdıq. Ondan sonra digərlər bərabər deyildir. İndi digər kəmiyyətlərdə kiçiyin böyükdən böyük olduğu yerləri var. Onu izah edək. Təsəvvür edin ki, 2 dənə adam gedir. Biri balaca uşaqdır, əlləşib tutub var, bir də atasına tutub. Atası da böyük. Bu çox qəribə bir hadisədir. Çünki əlləşib tutub var deyib 4 dənə əlçəmək. Əlləşib tutub var və hərəkət edirlər. Yəni, bundan sürətləri bərabərdir. Yəni, sürətdə bərabər olmasın, Allah, balaca gedib qol çıxar. Sürətlərin bərabər olduğu nəzərə alır. Yəni, həqiqətən qarşı götürmə təşəbbüsdən olur. Amma burada gözəl bir yandır. Bunu həqiqətən də özünüzdən gedib, yəni şəhərdə falan böyük uğurlarda belə. Onu nəzərə getirə bilərsiniz. Görəsiniz ki, balaca uşaq daha tez-tez yeriyir. Böyüyə çatmaq üçün. Böyük amma belə əlizərində belə yavaş-yavaş. Amma balaca əməl başlı qaçırı belə, tən yenəməz yiyib qaçırsa gedir. Nəyə görə? Bunun nəyəsə, atakçına da, yəni çatmaq istəyir də buna, yəni bunun adını da yiyəcədir, bu səbəb heç. Amma bizə lazım olan budur ki, demək bu daha tez hərəkət edir. Yəni daha tezliyi daha çoxdur. Tezliyi daha çoxdur ki, bu daha çox hərəkət etmək istəyir ki, buna yazıb çatsın ki, sürətlər bərabər olmalıdır. Onun üçün, ona görə bir şey yaza bilərik ki, kiçiyin tezliyi, yəni en kiçik, böyük olmalıdır, en böyükdür. Yəni daha tez hərəkət edə bilərdir konkret olaraq. İndi belə bir şey var ki, tezliklə şərxin əlaqə düsturu belə idi, omega bərabərdir 2pi. Görürük ki, tezliyin əlaqəsi belədirsə, deməli, omeganın əlaqəsi, yəni bucaq sürətinin əlaqəsi belə olmalıdır. Məntiq cəhətində budur ki, omega nədir? Bucağın sürətidir də. Bucaq gəlib onu çatmaq üçün daha tez fırlanmalıdır. Məsələn, bu arxaya belə fırlana bilər. Yəni, öz yekəndə deyir ki, mən çatacağım. Arxaya belə fırlana bilər. Amma bu, yazıq daha tez fırlanmalıdır ki, neyləsin?
Gəlsin buna çatsın. Ona görə tezliyi daha böyük olur. Ekstrada bucağın sürəti daha böyük olmalıdır. Omega nə idi? Vahid zamanında nə qədər bucaq getməkdir? Bu belə getsə məsələn, bəli, 5 saniyə say, 5 saniyə yutarsa, 1 saniyə say. 1, Bu 1 saniyə bu qədər getdi. İndi yenə say, 1, daha qısa getdi. Yəni omega nədir? Vahid zamanda bucaq nə qədər dəyişir? Bucağın sürəti dəyişmə sürətidir. Gördüyünüz kimi burada bucaq daha çoxdur. Burada bucaq nədir? Daha azdır. Onun üçün də omega kiçik, böyük olmalıdır. Omega böyükdən. Ondan sonra nə izah edə bilərik? Keçə bilərik, dövrlərin sayı zaten bu daha tez fırlanırsa, daha çox dövr eləməlidir. Ona görə en kiçik, böyük olmalıdır, nədən en böyükdən. Başqa nə izah edə bilərik? Başqa nə keçək böyük. Böyük izah edik, kök böyükdən nə çox adlanır. Periyod nədir? Bir dənə tam dövrləsən, mən buradayım da, təzə gəlib fırlanıb bol çatana qədər keçin zamandır. Bu dediyim kimi arxeindir, arxein olmalıdır. Onun üçün fərqli. Sonsuza qədər say. 1, 2, 3, 4, 5, 6, 7, 8, 8. Yazıram ki, demək bunun periyodu nə oldu? 8. En üstdən yenə saymalı istəyirəm, hə? 1, 2, 3, 4, 4. T2, T böyük bərabərdir 4. Demək ki, balacanın periyodu nədir? Daha azdır. Balacanın, bunu üzr istəyirəm, belə yazam. Balacanın periyodu daha azdır. Demək ki, T kiçik nə olmalıdır? Kiçik olmalıdır, T böyükdir. Bunu da təcrübə olaraq yoxlamış oluruz. Qarşı ötürməsində bu qədərdir. Yəni, qarşı ötürmədə fiziki çəkməklərdir. Fiziki çəkməklər nəyə bilməlisiniz? Əlaqəsini bilməlisiniz. Qarşı ötürmə bu qədər.